Novruz bayramı ərəfəsində Azərbaycanda bir sıra bölgələrdə insanlar qəbristanlıqlara üz tutaraq dünyasını dəyişmiş yaxınlarını ziyarət edir. Bəzi hallarda isə qəbirlərin üzərinə bayram xonçaları, səməni və müxtəlif şirniyyatların aparılması kimi adətlər də müşahidə olunur. Bu ənənənin dini baxımdan doğru olub olmaması isə zaman-zaman müzakirələrə səbəb olur. Kasıb o qədər adamlar var ki, apar ver onlara da. O yesin qəbirin üstünə niyə qoysan daşın üstünə? Elə deyil. Daşın üstə qoymağın mənası yoxdur. Üç yerə kasaba ver onu qoy yesin də. Adam var evində bir dənə çörəyi yox. Belə ziyarət vacibatdır. Elə belə ziyarət get ölünün üstünə ziyarət elədir. Düzgün hesab eləmirəm bəlkə də. Yaxşıdır, niyə pisdir ki qızım, hamı öz ölsün axtarmalıdır. Valla, o sənin valideynindir, əzizindir, gedib onu yoxlamalısan. Birinci o, ikinci biz. Birinci olar, ikinci o biz. Qəbirlərin üstünə xonça, səməni aparılmasına necə baxırsınız? Yaxşı, dəzini əzlədiyin kimi onu da əzləməlisən. Yaxşı baxırıq. Hər yerdə necə bizdə də elə. Qəbirdə gül qoymaq, xonça qoymaq bu düzgün deyil. Çünki bizim müsəlmanlarda elə adət yoxdur. Heç evində şəkər bura yoxdur, gedib mağazindən alıb aparırlar, qəbir üstə qoyurlar. Onu ölüyə nə xeyri var? Ona Quran lazımdır, rəhmət lazımdır, xeyir iş görəsən deyə Allah rəhmət eləsin. O yaxşıdır. Bu adətəni qorumaq lazımdır. Bizim özümüz də aparıb qoyuruq. Lazım görəndə məsələn səməndir, güldür, belə şeylər var. Hərənin bir ənənəsi var, adəti var. Birinə pis olar, birinə yaxşı olar. Yəqin onlar aparan insanların da o dəyərlərinə hörmət eləmək lazımdır. Mən elə başa düşürəm. Bizim dədə-baba adətlərimizdir. Bunu danmaq mümkün deyil də, qeyri-mümkündür. Bunu eləmək lazımdır həmişə. Bunlar hamısı yaxşı baxıram. Novruz bayramı ömrü boyu gözümüzü açandan görmüş ki, getmiş də qəbirlərimizin üstünə. Hər şeyi aparıb qoymuşuq. Səməndən tutmuş hər şeyi ki, mənim balam. Nə deyim? Bu belə olub da həmişə də. Mövzu ilə bağlı missiyada danışan Ağa Hacıbəyli bildirib ki, qəbirlərin ziyarət olunması İslamda bəyənilən əməl olsa da, bayram xonçaları və müxtəlif nemətlərin aparılmasının dini əsasları yoxdur. İlahiyyatçı qeyd edib ki, bəzi bölgələrdə Qara Bayram adı ilə qəbir ziyarəti adəti mövcuddur və insanlar qəbirlərə səməni, şirniyyat və digər nemətlər aparırlar. Peyğəmbərimiz Aleyhissalatu vesselam bir hədis şəriflərində qəbirstanlıqları ziyarət edin. Çünki onlar sizə axirəti xatırladır deyir. Yəni bir müsəlman üzərində borclarından biri vəfatından sonra imkanı daxilində onu ziyarət etmək və dualar oxumasıdır. Amma bu ziyarət əsnasında xonça getirmək, şirniyyat getirmək, səməni getirmək bunun İslamla heç bir əlaqəsi yoxdur. Belə deyək, bir yönə də bir israfdır. Əgər biz istəsək ki, yaxşı bir iş görək, o vəfat edən insan üçün o xərclərimizi bir yolun çəkilməsinə yönəldək və yaxud da bir ehtiyaclı insana əl tutaq və sair və ilahi. Seyrani Quliyeva, Heydər Həsənli, Missiya TV.